Samegrelo Zemosvanet regionunda meşə materiallarının qanunsuz daşınması faktı aşkar edilibdir. Çalançığı bələdiyyəsində yanacaq daşıyan avtomobilin sisternasında gizli saxlantıda 16 kubmetr iynə yarpaqlı ağac materialı taxta tapılıbdır. Avtomobil möhürlənib və materiallar hüquq mühafizə orqanlarına göndərilibdir. Cari il ərzində departament 1024 meşə qanunu pozuntusu aşkarlayıbdır. Rusiya vətəndaşları Vladimir Dubovski və Alina Sabalayeva Gürcistan sərhədini qrup halında qanunsuz keçirməkdə şübhəli bilinərək saxlanılıbdır. Onlar son 3 il ərzində icazəsiz yaşaya bilər və sığınacaq tələbləri rədd edilibdir. Cinayət Gürcistan Cinayət Məcəlləsinin 344-cü maddəsinin 2-ci hissəsi üzrə araşdırılır. Sadaxlı avtomobil gömrük keçid məntəqəsində 10.185 kəsilmiş çiçəyi aşkar edilibdir. Məhsullar Gürcistan fitosanitar tələblərinə cavab vermədiyi üçün ixracçı ölkəyə geri qaytarılıbdır. Tbilisi polisi 1966-cı il təvəllüdlü qızını odlu silah, daraq və 7 patron saxlama ittihamı ilə saxlayıbdır. Cinayət 6 ilədək həbs cəzasını nəzərdə tutur. İstintaq Cinayət Məcəlləsinin 236-cı maddəsi ilə aparılır. Batum Beynəlxalq Hava Limanında Türkiyə vətəndaşı 2001-ci il təvəllüdlü MT 212 ədəd preqabalin həbi ilə saxlanılıbdır. MT-yə psixotrop maddənin qanunsuz əldə edilməsi, saxlanılması və Gürcistana gətirilməsi ittihamı irəli sürülübdür. Cinayət 13 ilədək həbs cəzasını nəzərdə tutur. İstintaq 261 və 263-cü maddələr üzrə aparılır. Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti qanunsuz yaşayan 33 xarici vətəndaşı saxlayıbdır. Onlar Hindistan, Nigeriya, Pakistan, İran, Türkiyə, Çin və başqa ölkələrdən olan şəxslərdir. Hazırda saxlanılanlar müvəqqəti saxlama mərkəzinə yerləşdirilibdir və ölkədən çıxarılmaları üçün prosedurlar davam edir.